Sən atan bu dəfə gələcək? Hə, əlbəttə gələcək. Nə vaxt gəlməyib? Nə vaxt gəlib ki? Heç vaxt. Yalan danışma, sən görməmsən. Sən hər yercəksən, heç kim gəlmir. Keçən il gəlirdi də. Niyə gəlmədi? Yolda işi çıxmışdı. Bəs o bil? O bil də dişi ağrıyırdı. Mən dedim get həkimə, gəlmə. Mən bayaq gördüm. Hamı evə zəng eləyəndə sən zəng eləmirdin. Ay sağ ol, gördüm bizə yalan danışır. Hə? Yaxşı. Alo, ata mənəm. Sevinç. Mən də sənin üçün darıxmışam. Ata, sabah gələrsən də məni aparmağa. Yo ata, heç nə olma. Hər şeyim var. Mən də səni öpürəm. Oldu, sabah görüşərik. Gördünüz? Agil xanım, dünən bu sizin internatdan 102-yə zəng olunub. 102-yə? Bəli. Kim zəng eləyib? Nə deyib ki? Mən də bilmirəm, onu maraqlanmağa gəlmişəm. Nəsə olub burada? Adın deyib? Balaca qız uşağıdır. Adı da Sevinç. Sevinç? Bəli. Aa, bildim. Sevinç bizim o balaca qızımızdır. Nazməm, gəlin mən sizə danışacağım hər şeyi. Gördün gəlmədi. Deyəndə gəlmir, spor eləyirsən. Yalancı. 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 Sevinç! Yalancı. Qızım, haradasan sən bayaqdan? Ota sən axtar axı, gəl. Adım nədir? Mənim adım Sevinç.